Bismillahirrahmanirrahim. Allah'ın rəhmət və salamı üzərimizə olsun inşallah. Ramazan ayının 28-ci günü hamımız üçün mübarək olsun. Allah bu ayın hörmətinə bizləri bağışlasın inşallah. Yusuf əleyhissalam elə ki zindana düşdü. Zindanın rəisi Həzrəti Yusuf əleyhissalama dedi: Ey Yusuf, sənə eşqim, məhəbbətim həddən artıqdır, sevgim sənə çoxdur. Həzrəti Yusuf əleyhissalam isə cavabında dedi: Ey rəis, mənim başıma hər nə musibət gəldisə, o sevgidən, eşqdən gəldi. Həzrəti Yusuf əleyhissalam buyurur ki, halə həyatda olarkən xalam mənə çox eşq var idi. Xalam elə hey məni oğurlamaq istəyirdi. O sevginin səbəbi o olurdu ki, xalam mənə həsəd tapsın və məni oğurlasın. O sevginin mənə olan xəyanəti atamın mənə çox istəyi idi. Atam məni o qədər çox istədi ki, səbəb oldu ki, qardaşlarım mənə həsəd etdi, paxıllıq etdi və məni aparıb saldılar quyuya. Üçüncü sevgi o sevgi idi ki, Misrin əzizin xanımı Züleyxa xanım mənə o qədər eşqi oldu, o qədər sevgisi oldu ki, səbəb oldu ki, məni zindana atsın və neçə illik ömrüm zindanda keçsin. Diqqət edək ki, bəzən sevgi insana xəyanət edir və insanın həyatına son qoyur. Tarixə baxanda görürük ki, hakimiyyət üstündə, hakimiyyətin riyasətinin sevgisi üstündə Həzrət Əmir əl-Müminin əleyhissalam şəhid oldu. Dünya eşqisi, dünya sevgisi İmam Həsən əleyhissalamla İmam Hüseyin əleyhissalamı şəhadətə çatdırdı. Bəs hər vaxt diqqət edək, o sevgini sevək ki, Allah sevir. O işin içində Allah sevgisi var. Allahdan istəyək ki, Allah bizə sevdiyi şeyləri əta etsin. Əgər Allah insana sevdiyi şeyi əta etsə, o sevgi insana aqibət bir xeyir gətirər, zəlalət gətirməz. Hər vaxt Allahdan istəyək ki, Allahım o şeyləri bizə əta et, o şeyləri bizə nəsib et ki, o işin içində sənin öz sevgin var. Allaha hər vaxt belə dua edək inşallah. Amma İmam Həsən Əskəri əleyhissalam nəql edir ki, qəlbul əhmək fi fəmihi və fəmul həkim fi qəlbihi. İmam Əskəri əleyhissalam nəql edir ki, axmağın ürəyi, qəlbi ağzının içindədir. Yəni o məniyadır ki, axmaq hər nə söz danışarsa, onun hesabı, kitabı olmaz. Elə ağzına nə gələrsə, onu da atar eşiyə və o sözlərlə insanları əziyyətə salar və insanları zəlalətə salar. Amma buyurur ki, həkim o kəsdir ki, onun qəlbi sözünün qarşısındadır. Yəni o sözü deməmişdən qabaq, onu fikirləşər, onu düşünər, ondan sonra o sözü danışar ki, hər kəs o sözdən eşq alar və o sözdən böyük bir sevgiyə çatar. Diqqət edək özümüzə, sözümüzə diqqət edək ki, Allah Teala bizləri bağışlasın inşallah. Amma Ramazan ayının hökmləri haqqındakı hökmlərdən biri də, mühüm hökmlərdən biri budur ki, fitrə zəkatı haqqındadır. Yəni bir insan əgər bir ay oruç tutursa, o oruçluğun fitrəsini verməlidir ki, hər bir insana vacibdir. Hər insan ki, huşu, ağlı yerindədir və həddi təklifə çatıbdırsa, o insana vacibdir ki, fitrə versin. Hətta müstəhəbdir ki, insan fitrəni süd əmər uşaqdan ta 1 yaş, 2 yaş, 3 yaş uşaqlara da müstəhəbdir versin. Amma o insan ki, aqildir, huşu yerindədir, həddi təklifə çatıbdırsa və böyükdürsə, onlara artıq fitrə verməklik vacibdir. Diqqət edək, çünki bəzən insanlar bir aylıq əməllərini həbd elətdirir, yəni məhv elətdirir savadsızlıqdan.
nadanlıqdan, cəhalətdən, kimlərinsə sözünə inanmaqlıqdan əməllərini puç elətdirir. Fitrə o vaxtı verilir ki, 100% təyin olunsun ki, məsələn, səhər, deyək ki, fitr bayramıdır. Həmin günün axşamından fitrəni kənara qoyur və həmin fitrə namazına qədər, yəni eydi fitr namazına qədər o fitrəni özündən kənar edir. Fitrənin miqdarı 1 sa'dır. 1 sa' 3 kiloqram ya buğda, ya arpa, ya kişmiş, ya xurma, ya düyü. Yəni bunların hər biri insan başına 3 kiloqramdan hesablanır və fəqirlərə çatdırılır. Diqqət edək, ayı görək və ayı görəndən sonra sabahki gün bayramımızı eləyək inşallah. Allah Teala bayram günlərini bizlərə nəsib eləsin. Allah Teala günahlarımızı bağışlasın. Allah Teala özümüzü, atamızı, anamızı, boynumuzda haqqı olanları bağışlasın. Allah Teala inşallah şəhidlərimizin ruhunu şad eləsin. Allah Teala qazilərimizə inşallah şəfa inayət eləsin, əsrlərimizi qorusun. Allah Teala İmam Zaman ağamızın ruhunu təzil eləsin. Allahümme accil velikəl fərəc və salli alə Muhammed və ali Muhammed. Vəssalamu aleykum və rəhmətullahi və bərəkət.